Deputat belə bir fikir irəli sürüb ki, ikinci Kəbə Azərbaycanda yaradılsın. Buna münasibətiniz necədir? Deputatın özü o Kəbədə olub, bu bir. İkincisi də yox. Çünki belə gedişatla belə Kəbə açılmaz. Axşam saat 11-dən 12-dən sonra çıxın şəhərə. Məsəl üçün Nizami küçəsinə, biz Targovu deyirik. Yəni onu görəndən sonra burada ikinci Kəbənin yeri yoxdur. Heç, vəbşə o sözdən danışılası deyil. Əgər mən ailə ilə şəhərdə yaşayıramsa, mən qızımla çıxıb gördüyümü, mən qızım mənə sual verir ki, onlar kimdir? Eləyir mənə bu ərəblərə və Pakistanlılara. O, nə Kəbasına gedə bilər söhbət? Hansı Kəbadan? Münasibətim yaxşı deyil. Ona görə ki, mən də onu oxudum. Naxçıvanda açılmağa məsləhət görülüb, amma o düz söhbət deyil. Müqəddəslərin yeri olan Kəbənin Naxçıvana daşınması düz söhbət deyil. Buna münasibətim yaxşı deyil. Çünki Kəbəni Allah Taala Qaradaşı ora qoyub, Kəbə də ordadır. Azərbaycana qoymayıb ki, Qaradaşı. Kəbə öz yerində olmalıdır. Azərbaycanda yox. Fikrim mənfidir. Ona görə ki, hələ din heç bir ölkəni bir inkişafa yardım etməyib. Misal üçün İraq kimi ya İran kimi, Saudi Ərəbistan özü bir ölkə kimi məncə inkişafı göstərməyib. Dinə yox, təsdiqən önəm investisiya eləmək lazımdır. Nəinki biz Azərbaycan ölkə kimi bir təhsil sentri olmalıyıq ki, dünya bizi elə tanısın, nəinki dinə görə.